Tələbəm Leyla xanımla bugün şəhər daxil sürmə dərsimizdəyik. Biz Beşvatan ərazisindəyik Leyla xanım hal-hazırda. Deməli Leyla xanım qarşıda dairə çıxacaq, dairəli yol ayrı çıxacaq. Burada lap keçmişdə dairə nişanı var idi, amma sonra yığışdırdılar və hərəkətin təşkili burada düzgün qurulmamışdı o zamanlar. Burada sonra mən bax görürsünüz qarşıda 4 nöqtə çəkmişəm. O nişanı bura mən quraşdırmışam. İctimai televiziya vasitəsilə müsahibə vermişik, izahını vermişik və müvafiq orqanlarda dairəni quraşdırıblar burada. Bax, bu dairə nişanı görürsünüzmü? Sağınızı yandırın. Dairə nişanı tək quraşdırılıbsa, dairənin içərisi üstündür. Bax, bura üstündür. Bax, hacı, maşın varmı? Bax, soluna bax. Maşın olsa yol verməsin. Yoxdur, sür sağa dönəcəksin. Sağa dönün. Bax, dairə nişanı tək quraşdırılıb. Solumuzu gözlədik, girdik dairəyə. Amma dairədən çıxarkən biz üstün olaraq. Oldu mu? Dediyim kimi, burada dairə nişanı varsa dairənin üstündür. Biz dairənin üstünü gözləyirik. Əgər dairə nişanı yoxdursa,